Ama bunu denem de, denen Şam yani. O çay Gel. O sen bitiyordu. Kız çekiyor, kız çekiyor. O bu senle vardı bu Şam. Oğlum, məktəbdə sən məni bura yapmışdın. Bu Bakıdakı Bakı. Şirinlik getirdim ortaya. Ad günün mübarək olsun. Peki oğlanım. Sənə can sağlığı arzulayım. Sağ ol. Əsas məsələ can Sağ ol, sağlığı. Allah canınızı Gələnlərin də gələn ayaqlarını Sağ ol. Sağ ol bacım. Həmişə xeyir işlərə gələsiniz. Sizin xeyir işləriniz. Amin, amin. Ad günün. Canın sağ olsun, həmişə sən sevənlərin ağzı. Onu yaparsın çok önemli öyle. O birler de ya. Aç. Yani oldu. Sağ ol. Geç olmaz. Sağ ol. 1976-cı ildə Avaskulu ilə Xaçəkəndə orta məktəbinin 1-ci sinifinə getmişik. Müəllimimiz Xudakərim Qasımov. İbtidai sinif. Ruhu şad olsun. Allah rəhmət eləsin. Mənim də. Həm müəllimimiz olubdu, həm bizə valideynlik edildi. O rəhmətlik bizə edildi. Orta məktəbi bir tutarmışıq. İndi 10 il müddətində nə olub, yaxşı, acılı bir gün keçmişik, bir yol keçmişik. Sonradan hərbi xidmət, təhsil və vətənimiz Vedibasardan Didərgin düşməyə anladı. Abbasqulugil Elbəy Dağgil rəhmətliyin ailəsi Goranboya gəldi, onlar oraya gelişdi. Abbasqulu Azərbaycan övladlarından biri olaraq vətəni və torpağın müdafiəsi üçün döyüşə başladı. Ömrünün ən gözəl çağlarını o torpaqları, o yurdu, o obanı qorumaq üçün Azərbaycan torpaqlarının bütövlüyü üçün vuruşanlardan biri oldu. Və İlahinin bu günə çox şükür ki, yaralandı da, əziyyət çəkdi də. Bu günə çox şükür ki, bugün bizlə bir masa başında əyləşibdir. Xoş bizə. Allah Teala Abbasquliyevimizin ömrünə can sağlığı versin. İlahi Pərvərdigara bundan sonra ağrılı acılı gün ona qismət eləməsin. Amin. Canınız sağ olsun. Dostluqdan, yoldaşlıqdan, sinif yoldaşlığından, ən əsası sinif yoldaşlığından Allah Teala onu əski eləməsin. Sağ ol Abbasqulu. Bugünkü ad günündə mübarək olsun. Amin. Təbrik edirik. Biz arzuluyoruz. Allah Teala nə qədər məsləhət bilib qoyu o qədər ömür versin. Biz arzuluyuz. Sağlam ömür və gözəl yaşam. Allah köməyiniz olsun. Allah Teala səni dostluqdan, yoldaşlıqdan əski eləsin. Sağ ol. Gündəz müəllim, əlavəm var. Mən də təbrik edirəm. Sən fikir aparır. Toplumda fikir aparır. Ayaqlardan soruşuram ki, indi kəndimizdə nəyin vaxtı? Baxmadım, indi çırpırım vaxtı. Azərbaycanın vaxtı. Abbasqulu var. Abbasqulu da həm o bizlə elə bir böyük fərqimiz yoxdur başda. Bu günləri görüb gəlmişəm. Amma bizlərdən hamımızdan fərqli olaraq Abbasqulu həqiqətən vətən uğrunda belə deyək can qoydu. Əziyyət çəkdi, çox əziyyət çəkdi. Təbrik edirəm, mən də təbrik edirəm. Sağ ol. Bir icazə verin, onda Abbasqulu da heç olmasa bir qısa döyüş xatirəsini, detalını yox, döyüşlərdə xalsalı cavanlardan kimlərlə yan-yana döyüşübsən, bir ikisinin adını xatırlasan, hamı üçün həm yaddaş olar, həm də sən özü yada salar. Biri də oturdu burada böyründə Cabbar. Qardaşı Mehman. Balaca qardaşını döyüşə buraxmamışıq, çox cavan idi, gənc idi, gənc, maladoy səsləndirdi. Sonra nətərdir, yanımda olub Fərmanoğlu Radiq. Məsələsi o da olub, döyüşübdür. Zıqı. Zıqı Zülfəli. O da olubdur. Sonra canım desin, Mehdi yanımda olubdur. Kosu olubdur, Elman olubdur, Fərhadın oğlu. Çox olubdur. Knyaz da olub. Knyaz da olubdur, Knyaz vuruşubdur, Knyaz həmişə mənim böyrümdə olubdur, yanımda olubdur. Cəsur döyüşçülərdən də biri olubdur. Yəni, döyüşüb o işi. Mən hara girmişəmsə, mənlə beraber girib. Sonra Alo,
mən Allah verdiydi ona da. Rəhmətlik Rəhimov. O da olubdu. O da döyüşübdü. Allah ona rəhmət eləsin. Olub da. Salih də mənim yanımda olub. Salih də döyüşübdü. Salih əziyyət çəkibdi o palçıqda. Güllə qoran olanda. Orada yanımda oldu. Hə, döyüşübdü Salih. Çox xalsadan çox döyüşçülər olubdu. Sadəcə olaraq balacalar. Allah canı sağ eləsin. İndi insan birdən-birə söz deyəndə kiminsə adını yaddan çıxara bilər. O deyir, Knyaz bilirəm ki, olubdu, ona görə adını mən çəkdim. Amma çəkmədiyi doğrudan da xalsanın çoxlu döyüşkən, vətən uğrunda döyüşən qəhrəmanları olubdu. Milli qəhrəmanımızdan tutmuş bütün şəhidlərin ruhları şad olsun. Və mən bir dəfə söhbət eləyəndə deyirdim ki, biz bir xalsalı olaraq o döyüş vaxtı, tutaq ki, mən Füzulidə idim, heç uşaq idik də bilmirdik nədir. Bu son 10 ildə, 15 ildə bir cəmiyyət olaraq heç vaxt bunlara yığıb bir yerə bir son minnətdarlığımızı belə deməmişdik. Düzdür, 35 illik tədbirdə qismən buna nail olduq, amma onu da elə hərbçilərimizin özü çox ideal şəkildə təşkil eləyə bilmədilər. Amma mən düşünürəm ki, bugün həm ad günündə, həm də bir xalsanın yaşının yetkin vaxtında elə həm öz adımdan, həm bütün xalsalılara adından Abbasqulunu ad günü olduğu üçün və onun bütün döyüş yoldaşlarını, ölənlərin ruhları şad olsun, qalanlara can sağlığı. Bizim sizə borcumuz çoxdur və bugün 44 günlük müharibədə azad olunan o vətən Qarabağın bütün torpağı həm də 90-cı illərdə döyüşən siz döyüşçülərə borcluyuq. Allah can sağlığı versin. Allah sizə Ben de Abbasqulunun ad günü münasibətilə Abbasqulu ad günü təbrik edirəm. Allah canını sağ olasın. Allah valideynlərinə rəhmət eləsin. Abbasqulu bizim dövrümüzdə 92-ci illərdə həqiqi mənada, yəni canla başla o müharibədə canını qoyan insanlardan, oğlanlardan, vuruşanlardan biri oldu. Belə də ki, bizim hər birimiz, yəni onunla bir yerdə oldu, kənd cəmaatı. Orada döyüşənlər, bir-birimizə vətən deyil, dayaq durdu. Heç kim birbirini yəni kərk qoymadı. Söz birliyini bir yerə qoymaq şərtiyle bacardığımız qədər döyüşdük. O döyüşlərdən biz keçdik. Abbasqulunu götürəndə, Abbasqulu burada oturmağına baxmayaraq deməsin ki, mənim yanında bu sözü çaplar deyil. Abbasqulu hər birimizə dayanırdı. Yəni mən Abbasqulunu yenə də deyirəm, özümə vətəndir, tərif verib o sözü deyirəm. Gördüyümü, orada necə yəni bir-birimizə arxa durmuşuq, olan sözləri deyirəm. Abbasqulu, yenə də mən səni təbrik edirəm. Sağ olun. Allah canını sağ olasın. Hər birimizə də köməkliyi keçirdi. Biz xalsa uşaqlarının hamısına Abbasqulu böyük əziyyət olubdu. Komandir batalyon olubdu o dövrdə. Biz de o yanında döyüşənlərdən olmuşuq. Allah canını sağ eləsin, Abbasqulu. Yenə mən səni təbrik edirəm. Sağ olun. Sağolun. Bu en azından bir 90-100 il ömür Allah'tan arz edirəm sağ. Mən də Abbasqulunu ürəkdən təbrik edirəm. Doğrudan da xalsamızın sayılıb seçilən oğlanlarından biridir. Həmişə adını eşidəndə fəxr eləmişik. Bugün də həmçinin. Allah sənə can sağlığı versin, gözəl günlər qismət eləsin. Allah kömək. Mən Cabbar bayaq gördüyümdən dedi, çəkənlər. Mən də istəyirəm bir məqam, bir yadıma düşdü. Buyur. Demək, günüzdən biz bu əskərlərə məlumat verməzdik ki, yəni ki, biz saçan girəcək döyüşlərlə, inəcək, çünki heç kəsə etibar eləmir. Çağrılıq, o üçün deyil ki, səhər saat 5-də hücuma gəldik. Orada da başqa bölgələrdə bilirdi məsələsi bizim komandirimiz Qasım Əkbərov. Kimi bizim dövrümüzə sala bilər, hansı batalyon? Çünki ona da etibar eləmirdilər. Çox batalyon.
Cabbarla qardaşı gecə saat 4 idi. Arambatın meşəsində əsgərlər düzüldü. İki qardaşlar var orada. Bizə də yəni bunu nazirlikdən də verilmişdi. İki qardaşdan biri döyüşə girsin. Biri qalsın. Mən indi o məqam gəldi çatı gör neçə illər üstündən keçirdi. Mən Cabbarı geri qaytara bilmədim. Dedi ki, mən sizdən artıq deyiləm. Axara qədər getdi.